Bugün biz imperatorların və kəndlilərin, filosofların və generalların, məmurların və şairlərin tanıdığı bir insan həyatı ilə tanış olacağıq. O, müharibələrdə qazandığı qələbələrə və ya saraylar tikdiyinə görə yox, 1000 illik mədəniyyətin bünövrəsinə çevrilmiş sözlər qoyub getdiyi üçün məşhurdur. Bu videoda biz böyük Çin filosofu və mütəfəkkiri Konfutsi haqqında danışacağıq. Biz onun uşaqlığı, təhsili, adi bir müəllimdən necə pərəstiş obyektinə çevrilməsi haqqında məlumat verəcəyik. Eyni zamanda ölkənin necə idarə olunmasını müəyyən edən təlimlərini izah edəcəyik. Onun ideyalarına nə üçün 21-ci əsrdə, 2500 il sonra hələ də universitetlərdə, siyasətdə, məktəblərdə və gündəlik həyatımızda tətbiq olunaraq istifadə edildiyini öyrənəcəksiniz. Qədim Çinin şərqində, Lu knyazlığında yerləşən kiçik Gufi şəhərində eramızdan əvvəl 551-ci ildə bəşər tarixinin ən böyük mütəfəkkirlərindən birinə çevriləcək bir insan dünyaya gəldi. Onun adı Kunzi idi və qərb dünyasında isə o Konfutsi kimi tanınırdı. Konfutsinin atası Kunlanje qədim, lakin həmin vaxtda artıq yoxsul, aristokrat bir ailədən idi. O, Lu knyazlığında hərbi hissələrin birində komandir idi. Şəxsi sücayəti ilə məşhur idi. Konfutsi 3 yaşında olanda onun atası vəfat etdi. O dövrünün qanunlarına görə uşaq miras gözləyə bilməzdi. Anası isə ərinin ailəsinin dəstəyi olmadan dul qalmışdı. Konfutsi nəcib ailədə doğulmasına baxmayaraq, demək olar ki, yoxsulluq içində böyümüşdü. Anası ona bacardığı qədər evdə təhsil verirdi. Onun gəncliyi zəhmətlə keçmişdi. Anasını saxlamaq üçün Konfutsi anbarlarda işləyir, malqara otarır və kiçik məmur kimi çalışırdı. O vicdanla taxılın hesabatını aparır, asayişi qoruyur, əmrləri sözsüz yerinə yetirirdi. O erkən başa düşdü ki, insan kiçik işlərdə dürüst ola bilmirsə, böyük işlərdə də ədalətli ola bilməz. O öz biliklərini bölüşmək istəyən hər kəsdən öyrənirdi. O səyyar alimlərin mühazirələrində iştirak edir, ağsaqqallardan nəsihətləri öyrənir və əldə etdiyi mətnləri oxuyurdu. Bu mətnləri əzbərləmək lazım olurdu. Çünki o zamanlar çap kitabları hələ mövcud deyildi və yazılar az tapılan bambuq və ya taxta lövhəciklərin üzərində yazılırdı. O tədricən öz qeydlərini toplamağa, eşitdiklərini sistemləşdirməyə və qədim ənənələri reallıqla müqayisə etməyə başladı. O sadəcə şəxsi karyera deyil, həm də harmoniyanı bərpa etmək arzusundaydı ki, qədim əxlaqi prinsiplər yenidən ictimai həyatın normasına çevrilsin. 30 yaşına Konfutsi artıq Lu knyazlığında alim, rituallar və qədim mətnlər üzrə mütəxəssis kimi tanınırdı. O, şagirdləri əvvəlcə qeyri-rəsmi olaraq, dəvətlə, sonra isə daha müntəzəm olaraq toplamağa başladı. O, heç bir rəsmi vəzifə tutmamışdı, lakin şəxsi nümunəsi, çıxışları və qüsursuz davranışı ilə nüfuz qazanmışdı. Onun adı hətta Lu knyazının sarayında da çəkilməyə başladı və bəzi məmurlar ondan məsləhət istəməyə başlamışdılar. Ancaq bu yalnız başlanğıc idi. Konfutsi özü sonralar demişdi, 30 yaşımda mən artıq formalaşmışdım. Məhz o zaman o növbəti addımı hazır idi. Öz fikirlərini həyata keçirməyə çalışmağa başladı. 30 yaşına qədər Konfutsi Luda böyük bilik sahibi, qədim mətnlər bilən, dürüst və hərəkətlərində ardıcıl bir insan kimi tanınırdı. Tədricən təkcə gənclər deyil, həm də məmurlar da ona müraciət edərək, indiyədək qorunub saxlanılan, lakin dəyişən dünyada öz gücünü itirməkdə olan ayinlər, qaydalar və adət-ənənələr haqqında məlumatlar əldə etməyə başladılar. Konfutsi tədris etməyə başladı. Dövrünün adət-ənənəsinə zidd olaraq tələbələri mənşəyinə görə deyil, bilik həvəsinə görə qəbul edirdi. O, Çin tarixində ilk dəfə açıq şəkildə bəyan etdi ki, bilik öyrənmək istəyən hər kəs, istər zadəgan, istər kasıb, mənşəyindən asılı olmayaraq öyrədilə bilər. O, dərs üçün böyük hədiyyələr tələb etmirdi. Çox vaxt tələbə yoxsul olarsa, yalnız simvolik ödəniş alınırdı. Onun üçün ən vacibi olanı tələbənin mal dövləti deyil,
işləmək, düşünmək, dinləmək və dəyişmək istəyi idi. O, təkcə qədim mətnlərin oxunması və şərhini deyil, həm də nitq, mülahizə, ritual, özünü idarə etmə və başqaları ilə ünsiyyət sənətini öyrədirdi. Dərslər söhbət formasında aparılırdı. Burada vacib olan hazır cavablar deyil, həqiqətin özünü axtarmaq prosesi idi. Onun tələbələri daha sonra Konfutsi ənənəsinin daşıyıcıları və qoruyucuları olacaqlar. Amma o zaman onlar köhnə əxlaqi təməllərin dağıldığı bir dünyada mənə və istiqamət axtaran sadəcə gənclər idi. Təxminən 40 yaşında Konfutsiya Lu hökumətində inzibati vəzifə verildi. Onun ilk vəzifəsi anbar nəzarətçisi idi. Bu iş dəqiqlik, dürüstlük və mühasibətlik bacarığı tələb edirdi. Konfutsi ən kiçik səhlənkarlığa belə yol verməyərək bu işi xüsusi diqqətlə yerinə yetirirdi. Sonralar o mal-qara, sonra isə ictimai işlərə cavabdeh olmuşdu. Hər mərhələdə çalışqanlığı, dürüstlüyü, nizam-intizamına sadiqliyi ilə seçilirdi. Ona olan inam artdıqca o, məhkəmə prosesləri ilə bağlı daha mühüm vəzifəyə təyin olundu. Salnamələr onun bu vəzifədə olduğu dövrdə mübahisələrin tez və ədalətlə həll edildiyini, cinayətlərin azaldığını qeyd edirlər. O, idarəçiliyin mahiyyətinin cəza qorxusunda deyil, mənəvi nümunədə olması fikrini müdafiə edirdi. Dövlət məmurları vicdanlı olsalar, xalq da onlardan nümunə götürər. Bu, fəzilət vasitəsilə idarəetmə haqqında qədim doktrina ilə uyğun gəlirdi. Vaxt keçdikcə Konfutsi knyazlığın sarayında aparıcı vəzifələri yüksəldi. Tarixçi Sitanenin sözlərinə görə o, müvəqqəti olaraq baş nazir vəzifəsini icra edirdi və onun Knyaz Ding və Lu knyazlığına təsiri əhəmiyyətli dərəcədə artmışdı. Onun ən məşhur işlərindən biri illərlə ictimai vəzifələrdən yayınan və adi kəndlərin torpaqlarını mənimsəmiş yüksək vəzifəli bir mülkədarla bağlı idi. Konfutsi qədim hüquq məcəllərini öyrənərək dəlillər topladı və ona göstərilən təzyiqlərə baxmayaraq məsələni sona çatdırdı. Onun düzgün və ədalətli mövqeyi ona xalqın hörmətini qazandırdı. Konfutsinin islahatları öz bəhrəsini verməyə başlamışdı. Vergilər şəffaflaşmış, məhkəmə sistemi daha ədalətli olmuş, məmurlar öz davranışlarında daha diqqətli olmağa başlamışdılar. Lakin bütün bunlar aristokratiyanı narahat etməyə başlamışdı. İmtiyazlarının itirəcəklərini qorxan məmurlar ona qarşı intriqalar qurmağa başladılar. Konfutsi başa düşməyə başladı ki, knyazın dəstəyi və dövlətin strukturunu dəyişmək əzmi olmadan onun səyləri puç ola bilər. Lu knyazı onun düzgünlüyünü qiymətləndirsə də, güclü ailələrlə açıq münaqişəyə hazır deyildi. Konfutsi 50 yaşına çatanda dövlət xidmətini tərk etdi. Bu məğlubiyyət deyil, şuurlu bir qərar idi. Fəzilətin gücə və mənfəətə tabe olduğu bir sistemdə işləməyə davam edə bilməzdi. Bunun əvəzində o, həqiqətən vacib hesab etdiyi məqsədə əl atmaq qərarına gəldi. Burada məqsəd digər knyazlıqlar arasında sadəcə idarə etməyə deyil, fəzilət, ritual və ədalətlə hökmranlıq etməyə hazır olan bir hökmdar axtarmaq idi. Lu sarayını tərk edərək, Konfutsi öz dövrünün tarixində görünməmiş bir seçim etdi. O, öz doğma knyazlığını vəzifə üçün deyil, sürgün və ya təhlükə üzündən deyil, daxili inamla tərk etdi ki, həqiqi hakimiyyət hökmdarın öz təbələrinə əxlaqi nümunə olmaq istəyindən başlayır. O, knyazlıqdan knyazlığa səyahət etmək üçün nüfuzlu bir vəzifədən əl çəkdi, təlimlərini yaydı, haradasa qılıncla və ya qızılla deyil, ritual, vəzifə və fəzilətlə idarə edəcək bir hökmdar tapacağına ümid edirdi. O, bu səyahəti tək etmirdi. Onunla birlikdə onun fikirlərini bölüşən, gənc və sadiq şagirdlər gedirdi. Bu tələbələr sadəcə dinləyicilər deyildi. Onlar acılığını, soyuğunu, zillətini, ümidini müəllimləri ilə bölüşürdülər. Onların yolu asan deyildi. Getdiyi hər bir knyazlıqda Konfutsi qanunun qorxusu ilə deyil, hökmdarın namuslu davranışa əsaslanan hökumət qurmağın yolları haqqında
öz tövsiyələrini verirdi. Konfutsi erkən başa düşdü ki, xalqın saysız-hesabsız istirablarına son qoymaq üçün düşüncə tərzini, sosial mentaliteti dəyişmək lazımdır. Cəmiyyət onun bütün üzvlərinin xeyrinə mövcud olmalı, hökmdarlar üçün super mənfəət mənbəyi olmamalıdır. Bu prinsipi ilk formalaşdıran Konfutsi olmuşdur. Konfutsin təfəkkürü isə reallıqdan qaynaqlanırdı. İctimai quruluşu deyil, yalnız mentaliteti dəyişməyə çalışırdı. O bildirirdi ki, hökmdar üçün ən vacib şey nümunə olmaqdır. Əgər hökmdar işində dürüstdürsə, xalqın əksər hissəsi də qanuna tabe olacaq. Hökmdar özü yalan danışırsa, rəiyyətindən necə həqiqət gözləmək olar? Bu müddət ərzində o, müxtəlif knyazlarla görüşərək nizam, ədalət və fəzilət anlayışını təklif edirdi. Bəzi hökmdarlar ona düşmən münasibəti bəsləyir, bəziləri isə onun təlimlərinə maraq göstərsələr də Konfutsiyə real hakimiyyət vermək istəmirdilər. Burada filosof başa düşdü ki, hökmdarlar nəsihət istəyir, amma mənəvi məsuliyyət daşımaq istəmirlər. O 60 yaşına yaxınlaşanda anladı ki, onun sərkərdən həyatı sona çatmaqdadır. Onun bədəni getdikcə tez yorulurdu, amma ruhu sarsılmaz idi. Artıq onun təlimlərini dərhal qəbul edə biləcək bir hökmdar axtarmırdı. O, Luknyazlığına qayıdaraq toplanmış təcrübəsini bir gün onu eşidəcək insanlara ötürmək qərarına gəldi. Uzun illər sərgərdan həyatından sonra filosof Luknyazlığına qayıtdı. Uşaqlıqdan tanıdığı təpənin ətəyində yerləşən evdə təvəzzökarcasına məskunlaşaraq şagirdlərinə dərs keçməklə yaşamağa başladı. Onun ətrafına nəinki gənclər, hətta xidmətdə, məmurluqda, təsərrüfatda artıq təcrübə keçmiş insanlar yenidən toplaşmağa başladılar. Onlar həyatlarını ləyaqətlə necə yaşaya biləcəyini anlamaq istəyirdilər. Konfutsi məktəbinin rəsmi statusu yox idi, lakin onun təsiri hər hansı bir qurumdan daha dərin idi. Məhz bu illərdə Konfutsi öz fikirlərini sistemləşdirərək onları təkmilləşdirdi. Şagirdlər onun dediklərini yazır, suallar verir və tarixi epizodları müzakirə edirdilər. Bu söhbətlər və dialoqlar sonralar Söhbətlər və Mühakimlər adlı əsərə çevriləcəkdi. Konfutsin özü tərəfindən yazılmamış bu kitab, onun ruhu, ifadələri, düşüncə tərzi və əxlaqi ritmi ilə doludur. Bu kitab müzakirələr, söhbətlər və qısa mühakimələrdən ibarətdir. Bəzən Konfutsin məhkəmədə çıxış etmək və ya nəsihət vermək üçün dəvət olunurdu. Lakin o, bundan imtina edirdi. O artıq yalnız səsləri eşidən, mənaları eşitmək istəməyən insanlarla danışmağa çalışmırdı. O ömrünü qalan hissəsini müəllimlik etməklə, tələbələri ilə mənəviyyat, ictimai quruluş və insanın həyatdakı məqsədləri haqqında fəlsəfi fikirlərini bölüşməyə həsr etmişdi. Konfutsi eramızdan əvvəl 479-cu ildə təxminən 73 yaşında vəfat etmişdir. Beləliklə heç bir gücə sahib olmayan, lakin güc anlayışını formalaşdıran bir insan həyatı başa çatdı. O dövlətləri idarə etmirdi, insanlara hökmdarın necə olması barədə düşünməyi öyrədirdi. O yeni dinlər yaratmadı, lakin o hörmət, vəzifə, ritual və dürüstlüyün insan həyatının əsasına çevrildiyi bir təlim verdi. Konfutsiyçiliyin dinlə heç bir əlaqəsi yoxdur. Konfutsi etikası dini etika deyil. Konfutsi idealı qədim modelə uyğun olaraq hər bir fərdin funksiyasının olduğu ahəngdar cəmiyyətin yaradılmasıdır. Harmonik cəmiyyət sədaqət ideyası üzərində qurulur. Konfutsi etikanın qızıl qaydasını belə formalaşdırırdı. Özünü rəva görmədiyini başqalarına qarşı etmə. Konfutsiyə görə 5 əsas fəzilət mövcuddur. İnsansevərlik, yəni özün kimi hamıya şəfqətlə yanaşmaq. Ədalətli olmaq və ya tərəfkeşlik etmədən hər bir kəsin layiq olduğu mükafat və cəzanın verilməsi. Qanunlara tabe olma və hakim dinin təyin etdiyi adət-ənənələrə riayət olunması. Hər cür yalana daim ikrah bəslənilməsi. Hər zaman hər yerdə düzlük və mənəvi təmizlik.
Konfutsi bu qaydalara əməl olunmasının xoşbəxtlik gətirəcəyine inanırdı və onlara əsaslanaraq öz təlimini yaratmışdı. Bu təlimin əsas prinsipi fəaliyyətdə tarazlığın qorunması və bütün anlarda sakitliyin saxlanması, heç bir vərslə ehtirasa qapılmamaqdır. Konfutsiyə görə hər bir müdrikin can atmalı olduğu mənəvi kamillik elə budur. İnsan hər zaman qızıl ortanı gözləməlidir. Nə qatı nifrət, nə dərin məhəbbət, çox kədərlənməməli, çox sevinməməli, bir sözlə heç zaman ifrata qapılmamalıdır. Bundan başqa, digərlərinə olan münasibətlərdə də əxlaqi qaydalarına əməl etməlidir. Yəni, özünü arzulamadığını başqalarına da arzulamamalıdır. Ədalət və düzgünlük, özünə və sözünə inam, səmimilik, özündən böyüklərə hörmət və ehtiram, həlimlik, dözüm və nəhayət istisnasız hər kəsə nəzakətlə yanaşmaqla qızıl ortanı və harmoniyanı gözləmək olar. Konfutsi təhsilin dünyanı yaxınlaşdırmağa kömək edə biləcəyine inanırdı. Dövlətin idarə olunmasını zorla deyil, müdriklik, səbir və başqalarına qayğı göstərmək vasitəsilə həyata keçirilməsini vurğulayırdı. Beləliklə, bu müdrik insan haqqında verilişimizi başa çatdırırıq. Ümid edirəm ki, burada verilən məlumatlar sizin üçün dəyərli olacaq. Sonda Konfutsi müdrik kəlamları və fikirlərini nəzərinizə çatdırmaq istərdim. Videonu bəyənməyi və abunə olmağı unutmayın. Çünki bununla siz kanalın inkişafına dəstək vermiş olursunuz. Hələlik, gələn görüşlərdək. Salamat qalın. İnsanlara özünə qarşı gözlədiyin yaxşılıqları et. Pulu olmayan insanı yalnız anası sevir. Bir ölkədə qanun hökm sürən zaman kasıb olmaq ayıbdır. Bir ölkədə qanunsuzluq hökm sürəndə varlı və zadəgan olmaq da eyni dərəcədə utanc vericidir. Həyatın nə olduğunu hələ bilmədiyimiz halda ölümün nə olduğunu necə bilə bilərik? Kişilər gözləri ilə gördüyünə, qadınlar isə eşitdiklərinə aşiq olur. Bir milləti məhv etmək istəyirsənsə, onun gənclərini dünya görüşünə məhv et. Bütün ömrünü qaranlığı söyməklə keçirə bilərsən, ya da kiçik bir şam yandıra bilərsən. Bəzən qanunları ən böyük cinayətkarlar yazır. Nizam-intizam olan ölkədə həm hərəkətində, həm də dediyin sözlərdə cəsarətli ol. İxtişaşlar olan ölkədə hərəkətində cəsarətli, lakin danışığında ehtiyatlı ol. Təcrübəsiz bilik faydasızdır. Biliksiz təcrübə təhlükəlidir. İlan dərisini dəyişdirir, amma təbiətini dəyişmir. Nifrət edirsənsə, deməli məğlub olmusan. Sual verən insan bir dəqiqəlik axmaqdır. Soruşmayan insan ömürlük axmaqdır. Aşağı mənəviyyatlı olan insanlar ilə yaxşı münasibətlər qurmaq çox çətindir. Onları özünə yaxınlaşdırsan, onlar həddini aşır. Onlardan uzaqlaşsan, sənə nifrət edirlər. Həyat suallarla doludur. Axmaqlar cavablarla doludur. Nəcib insanın qəlbi sakitdir. Alçaq insan isə qəlbi həmişə narahatdır. Hisslərini gizlədən insanlar adətən başqalarının qayğısına daha çox qalırlar. Özünüz üçün istəmədiyinizi başqalarına qarşı etməyin.
Xoşbəxtlik özünüzü başqaları ilə müqayisə etməyi dayandırdığınız zaman yaranır. Qiymətli daşı sürtmədən cilalamaq olmaz. Eyni ilə kifayət qədər sayda çətin cəhdlər olmadan insan uğur qazana bilməz. Bir insana bir dəfə yemək vermək istəyirsinizsə, ona bir balıq verin. Onu ömürlük qidalandırmaq istəyirsinizsə, balıq tutmağı öyrədin. İnsanlara kömək etmək istədiyiniz zaman onlara həqiqəti deyin. Özünüzə kömək etmək istədiyiniz zaman onlara eşitmək istədiklərini deyin. İnsanlar özləri üçün var-dövlət və şöhrət arzulayırlar. Əgər heç birini vicdanla əldə etmək mümkün deyilsə, onlardan qaçmaq lazımdır. İnsanlar yoxsulluqdan qorxurlar. Əgər şərəfini itirmədən hər ikisindən qaçmaq mümkün deyilsə, onları qucaqlamaq lazımdır. Dağı yerindən tərpədən insan bunu kiçik daşları yerindən tərpətməklə başlayır. Bilik yox, müdriklik axtarın. Bilik keçmişdir, müdriklik gələcəkdir. Plan işə yaramırsa, planı dəyişdirin, amma məqsədi heç vaxt dəyişdirməyin. Başqalarının içindəki pisliklə deyil, öz içindəki pisliklə mübarizə aparın. Dostlarınız azdırsa, bu o deməkdir ki, həyat təcrübəniz çoxdur. Uğursuzluqların 90%-i bəhanə gətirmək vərdişi olan insanların başına gəlir. Bir insanın əsl xarakterini görməyin yeganə yolu ona tam olaraq istədiyini etmək azadlığı verməkdir. Böyük insan özünə qarşı sərtdir. Kiçik insan başqalarına qarşı sərtdir. Fikirlərinizi təmizləmək üzərində çalışın. Əgər pis düşüncələriniz yoxdursa, pis işlər görməyəcəksiniz.